Değerli abituriyentlər, hər birinizi xoş gördük. Bugünkü videomuz sırf materiklərin relyefinə həsr olunubdur və bu barədə demək olar ki, bu videomuza baxsanız, materiklərin relyefi haqqında heç bir sualınız qalmayacaq. Çalışacağım bundan sonraki dərsimizi də yeni çıxmış test toplusu DİM 2025-in video izahlarını sizlərlə paylaşım. Biraz vaxt baxımından çətinlik çəkdiyim üçün davamlı şəkildə video paylaşa bilmirəm. Amma bu dərs çox önəmlidir. Litasverdən hər il mütləq düşür. Qəbula 2-3 sual da olsa düşür. Ona görə diqqətli şəkildə dərsimizə qulaq asırıq və dərsimizi mənimsəyirik. Çox gözəl şəkildə mənimsəyirik. Buna söz verirəm. Deməli, ilk öncə Avrasiya materikindən danışacağıq. Hər bir materikin ucqar nöqtələrini danışacağım və relyef haqqında məlumat verəcəyik. Ucqar nöqtə ümumiyyətcə sahəsinə görə ən böyük materik Avrasiya materikidir. Sahəsi 54 milyon kvadrat kilometrdir. 2 qitədən ibarətdir. Avropa və Asiya qitələrindən ibarətdir. Və ətrafındakı adalarla birlikdə əgər götürsək 4 yarımkürədə yerləşir, amma materik olaraq 3 yarımkürədə yerləşir Avrasiya materiki. Çünki ekvator xətti kəsmir. Burada mən sizə göstərim. Burada PI borunu ekvator xətti kəsmir. 1 dərəcədə olsa şimal enliyində yerləşir, amma kəsmir. Deməli, ucqar nöqtələri şimalda Çelyuskindir. Taymır yarımadasında Rusiyanın ərazisində yerləşir. Cənubda PI-dır, Malakka yarımadasında yerləşir. Şərqdə deməli Dejnyovdur, Çukot yarımadasında yerləşir və qərb yarımkürəsində yerləşir. İş orasındadır ki, Avrasiyanın şərq ucqar nöqtəsi qərb yarımkürəsində yerləşir və qərbdə isə Rokadır. Bu da deməli Portuqaliyanın ərazisində yerləşir. Roka burnu Piriney yarımadasındadır. Uşaqlar, deməli şimal və şərq ucqar nöqtələri Rusiyanın ərazisindədir. Biri Taymır, biri Çukot yarımadasında. Cənubdakı Malakka yarımadasında yerləşir. Malayziyanın ərazisinə düşür PI burnu. Şərqi və qərbi isə hər ikisi qərb yarımkürəsində yerləşir. Yadınızda qalsın. Şərqi də, qərbi də, məsələn belə bir sual var DİM test toplusundakı şərq və qərb ucqar nöqtələri qərb yarımkürəsində yerləşən materik hansıdır? Təbii ki, bu Avrasiyadan söhbət gedir. Şimalı şərqi Rusiyadadır, qərbi Portuqaliyada, cənubu isə Malayziyanın ərazisində yerləşdiyi bu haqda məlumatımız oldu. Daha sonra görək nə deyə bilərik uşaqlar. Avropa ilə Asiya ilə ayrılıqda danışsaq, Avropanın ən hündür nöqtəsi Elbrusdur, yəni Qafqaz dağlarının ən hündür nöqtəsi olan 5642 metr hündürlüyündə Elbrus dağlarıdır. Bu arada Elbrus, biri var, Elbrus var. Elbrus burada da İranda yerləşir, amma Elbrus Qafqaz dağlarının ən hündür nöqtəsidir. Ən alçaq isə Xəzər sahili ovalıqdır, -27 metr götürülür. Ən böyük düzənliyi Şərqi Avropadır və ən böyük adası da Böyük Britaniya. Burası Şərqi Avropadır, bu da Böyük Britaniya adasıdır. Və işıqlanma qurşaqları mülayim və qütb işıqlanma qurşağında yerləşir. 3 yarımkürədədir. Şimal, şərq və qərb yarımkürələrindədir. Çünki burada Qrinviç xətti kəsdiyi üçün həm şərq, həm qərb, həm də şimal yarımkürəsindədir. Hansı okean suları ilə yuyulur? Atlantik, şimal buzlu okean suları ilə yuyulur. Şimaldan şimal buzlu və cənubdan cənub, qərbdən isə və eləcə də qərbdən Atlantik okean suları ilə yuyulur. Gəlin keçək Asiya qitəsinə. Asiya ən hündür nöqtəsi Camalunqmadır. Bu da həm də yer kürəsinin ən hündür nöqtəsidir. Bunu bilirik artıq. Himalay dağlarında yerləşir. Ən alçaq nöqtəsi Ölü dənizdir ki, hündür dərinliyi -405-dir. Bəzən 420 metrdə verirlər. Bu o qədər də önəmli deyil. Əsas odur ki, Ölü dəniz həm də okean səviyyəsindən aşağı nöqtə hesab edilir. Ən böyük düzənlik ən iri yarımadasında yerləşir. Ərəbistan yarımadasıdır. Ən böyük adası Kalimantan adasıdır. Bu hissədə yerləşir. İkinci adı Borneodur. Və işıqlanma qurşaqları uşaqlar tropik, mülayim və qütb işıqlanma qurşaqlarında yerləşir. Qitə olaraq 4 yarımkürədə yerləşir. Bəs hansı okean suları ilə yuyulur? Təbii ki, bütün okean suları ilə Asiya qitəsi yuyulur. Yəni 4 okeanın suları ilə də yuyulur. Qitə olaraq 4 yarımkürədə yerləşdi. Bu haqda məlumatımız oldu. Daha sonra biz ayrılıqda Avropa ilə Asiyanın ayrılma təbii sərhədlərini də tez-tez demək istəyərdim. Ural dağları, Ural çayı, Xəzərin şimalı, Qafqaz dağları, bunu göstərərək də eləyə bilərik. Buradan Qafqaz dağlarından. Sonra Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə, Dardanel, Egey və buradan da Aralıq dənizi vasitəsilə, Cəbəli Tarix vasitəsilə gedir. Bütövlükdə Avropa Asiyadan ayrılır. Amma Avrasiyanı Şimali Amerikadan buradan Bering boğazı ayırır uşaqlar. Afrikadan Cəbəli Tarixdir. Buradan Babel-Məndəb boğazı ayırır. Bir də buradan Süveyş kanalı vasitəsilə ayrılırlar. Qırmızı dəniz, Aralıq dənizi də bu ayrılmada iştirak edən dənizlərdir. Bura Qırmızı dəniz, burada Aralıq dənizi. Daha sonra uşaqlar bəzən Avropanı, Azərbaycanı da Avropaya aid edirlər təbii ki, amma
Biz indi tam olaraq bundan danışmayacağıq. Yəni tam hesablama deyil də, o demək deyil ki, %100 ora Avropadır, Azərbaycan Avropada deyə bilmərik. Avropanın relyefindən danışsaq, deməli, Avropa bir neçə hissədən ibarətdir. Şimali Avropadan danışaq uşaqlar. Ümumiyyətlə Avropa qitəsi kiçik bir qitə sayılır. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bu Skandinaviya dağlarıdır. Ən hündür zirvəsi Qalxıbigin 2469 metr hündürlüyündədir. Yəni hündürlüyü çox da yüksək deyil, çünki qədim dağdır. Aşınma gedir. Bu ərazilər 20 milyon il əvvələ qədər buzlaqlarla örtülü olmuşdu. Düzdür, hal-hazırda buzlaq yoxdur, amma buzlaqların fəaliyyətinə yaranan morentirələridir, troq dərələridir. Bu kimi relyef formalarına geniş rast gəlinir. Və buna görə də həmin hissələrdə buz əridikdən sonra suyun səviyyəsi qalxıb, sahil boyu ərazilər suyun altında qalmışdı. Orta Avropadan danışırsaq, uşaqlar, Orta Avropa düzənliklər daha çox xarakterlikdir Orta Avropada. Bu hissədə Polşa-Almaniya düzənliyini göstərə bilərik ilk öncə. Almaniya-Polşa ovalığı Orta Avropa Atlantik Okean sahillərindədir. Qurunun tektonik əyilməsi baş verir. Bura üçün biz deməli antropogen mənşəli düzənliklərdən, polderlərdən danışa bilərik. Polderlər qurunu qurudurlar. Daha doğrusu suyun mühəndis qurğular vasitəsilə qurudulması nəticəsində ərazilərinin genişləndirilməsi deməkdir. Polder 9-cu sinifin kitabındadır. Bu haqqda məlumat ala bilərsiniz uşaqlar. 9-cu sinifin kitabında ümumiyyətcə qəşəng material var. Sırf materiklərin relyefi haqqında materiallar var. Oradan məlumat əldə etməklə də siz nəticəyə gələ bilərsiniz. Deməli, burada dənizin dibini qurutdular. Dedik ki, polderlərdən Danimarka, Niderland, inkişaf etmiş ölkələrin bir çoxu burada ümumiyyətcə istifadə edir. ABŞ-dır, Yaponiyadır. Bunlar polderlərdən istifadə edən ölkələrdir. Hətta bu polderlərlə bağlı bir Niderlandlıların atasözündə deyəcəm sizə. Atalar sözlərinə görə dünyanı deyir Allah, amma Niderlandlıları Niderlandı Niderlandlılar yaradıbdı. Biraz cümləni qarışıq dedim. Yəni o deməkdir ki, ərazisinin 20%-dən çoxunu Niderlandlılar öz sahələrini qurudaraq, su sahələrini qurudaraq yaratmışlar. Ona görə belə bir atasözü yaradıblar. Daha sonra Alp dağlarına baxaq. Buradakı ümumiyyətcə dağ sistemlərindən qədim dağ Skandinaviya idi. Amma cavan dağlara baxsaq, uşaqlar burada Əndəlüs dağlarıdır, Pirneydir, Alpdir, Karpatdır, Appenin, Balkandır, Dinar dağlarıdır və Krımdır. Bunlar cavan dağlardır. Bir də Pont Tower-da desək Türkiyənin ərazisindəki bunlar hamısı cavan dağlar hesab edilir uşaqlar. Skandinaviya və Ural isə qədim dağlar hesab edilir. 1895 metr hündürlüyündə Uraldır, Narodni zirvəsidir, amma Skandinaviyanki Qalxıbigindir. O da hündürlüyü 2469 metrdir. Onlar qədim, bunlar isə cavan dağlardır. Bunları bildikdən sonra başqa nə deyə bilərik? Ovalıqlardan Almaniya, Polşa ovalığıdır. Daha sonra Aşağı Dunaydır. Deməli, Orta Dunay, Aşağı Dunay. Bir də burada Şərqi Avropa düzənliyi var. Gördüyünüz kimi platformalardan ibarətdir. Bəzən Almaniya, Polşanı cavan platforma kimi götürürlər, amma Şərqi Avropa düzənliyi qədim platformadır. Sonra yaylalardan Meseta yaylasıdır. Yəni bunlar denudasyon düzənlikdir, amma ovalıqların hamısı akkumulyativ düzənlikdir. Bunu bir qayda olaraq yadınızda saxlayın. Akkumulyativ düzənliklər ovalıqlardır, denudasyon düzənliklər isə yaylalar hesab edilir. Hansı yaylalar var? Meseta yaylasını deyə bilərik. Burada Türkiyənin arasında Anadolu yaylasını deyə bilərik. Ovalıqlardan bir də Padan ovalığını unutduq. Po çayının yaratdığı Padan ovalığı İtaliyanın şimalında Appenin yarımadasında yerləşir. Bunu da mütləq demək şərtdir. Daha sonra Avropa haqqında nə deyə bilərik uşaqlar? Cənubi Avropadan danışsaq, Cənubi Avropa Aralıq dəniz sahillərini əhatə edir. Orta Avropa ilə müqayisədə gördüyünüz kimi çoxlu girintili çıxıntılı sahillərə malikdir. Yəni daha çox sahil xəttləri parçalanmışdı. Ona görə ada yarımadalar həmin ərazilərdə çoxluq təşkil eləyir. Pirneydi, Appenindir, Balkandır. Bunları görək. Bax bu Pirneydi, Appenindir. Bura Balkan yarımadasıdır, Kiçik Asiya yarımadasıdır, Krım yarımadasıdır. Bunları göstərə bilərik. Tektonik, seismik cəhətdən də aktivdir bu arada. Çünki Alp-Himalay qırışıqlığının üzərində yerləşir. Hansı vulkanlar var? Etna, Vezuvi vulkanlarını deyə bilərik. İtaliyanın ərazisində Siciliya adasında Etna və Vezuvi adalarını göstərə bilərik. Appenin yarımadasında. Bir də İslandiyanın ərazisində də Şimali Avropada İslandiyada Hekla, Bardarbunga, Eyjafjallajökull vulkanlarının adlarını çəkə bilərik uşaqlar. Tektonik cəhətdən Cənubi Avropanı aktiv götürəcəyik, amma Şimali Avropa daha çox platformalardan, qədim dağlardan ibarətdir. Baxmayaraq Şimali Avropaya İslandiya daxildir və İslandiya divergentdə yerləşir. Divergent yəni litosfer tavalarının ayrılmasında yerləşir. Sonra Şərqi Avropada desək, Şərqi Avropa düzənliyini göstərə bilərik. Ən böyük relyef
aid olaraq. Bir də Karpat dağlarından Ural dağlarına qədər uzandığını deyə bilərik. Karpatdan Urala qədər bura Şərqi Avropa ərazisidir. Burada Orta Rusdur, Valday yüksəkliklərdir, Volqa boyudur. Bu Stavropoldur, bu yüksəkliklərin adlarını çəkə bilərik. Burada yerləşən ən böyük ölkələr Ukraynanı, Rusiyanı, Belarusu göstərə bilərik və daha sonra burada nə deyə bilərik? Bir də cavan dağ sistemlərindən Krım və Qafqaz dağlarını da Şərqi Avropaya aid edəcəyik. Bizdən öncə ilk öncə onu deyim ki, Avropa haqqında bilməli olduğumuz 3 relyef formasını da bilməliyik. Deməli, Norveçdə Sogne Fjord yerləşir. Bayaq dediyim kimi, Avropanın şimalında buzlaşmaya məruz qaldığı üçün həmin ərazilərdə fyordlar, şxer tipli sahillər üstünlük təşkil edir. Amma Dalmasiya tipli sahillər Balkan yarımadasını götürəcək uşaqlar. Mağaralar, Kars mağaralarıdır. Karst prosesləri də həmin ərazilərdə baş verir. Karstlar isə yeraltı suların, yeraltı boşluqlar yaradır və mağaralar əmələ gətirir. Bax, bunlara karst prosesləri deyirlər. Deməli, buzlağın yaratdığı relyef forması eksorasiya adlanır. Bu haqda bəlkə də eksogen relyef formalar haqqında ayrıca video paylaşdım sizlərlə. Çalışıb vaxt edib onları çəkəcəm. Deməli, nəyi deyəcəkdik? Bir, Norveç ərazisində yerləşir Sogne Fjord və Finlandiyanın ərazisində yerləşir burada Norveçdə. Sogne Fjord Finlandiyanın ərazisində yerləşir. Salpausselska Morentirəsi, bayaq dedim, buzlağın yaratdığı relyef formalarıdır. Bir də Sloveniyanın ərazisində yerləşir Pastoy mağarası. Bunlar Avropa üçün xarakterik relyef formalarından idi. Balkan yarımadası karst proseslərinə yəni məruz qalıb. Getdik indi Asiyaya, Asiyanın relyefindən danışmağa uşaqlar. Asiya qitəsi ən böyük qitədir. Bizi bilir ki, deməli, Asiyadan danışaq. Asiyanın dağlarından. Ural dağları Avropa həm də Asiyaya aiddir. Çünki Avropanı Asiyadan ayıran təbii sərhəd rolunu oynayır Ural dağları. Deməli, Asiyanın ilk öncə yarımadalarından danışsaq, burada Taymır yarımadasıdır, Qıdan yarımadasıdır Rusiyanın ərazisində. Bunlar danışa bilərik. Malakka yarımadasına danışaq. Hindistan, Ərəbistan yarımadasıdır. Burada Krım yarımadasıdır. Kiçik Asiya yarımadasıdır. Bir də Koreya yarımadasının adlarını, bir də Kamçatka. Bunları yaxşı bildikdən sonra bizim üçün qorxu yoxdur. Hindçin yarımadasıdır. Yavaş-yavaş yadıma düşür. Bir də burada Kamçatka yarımadasıdır. Çukot yarımadasıdır daha doğrusu. Bunların adlarını unutmayaq çünki lazım olur. Bu Skandinaviya yarımadasıdır. Skandinaviya yarımadasının bu uc hissəsi Kola yarımadası adlanır. Deməli, ilk öncə nədən danışacağıq? Asiyanın əsas əlamətlərindən danışsaq, sahəsinə görə ən böyük qitə hesab olunur. Təxmini 44 milyon kvadrat kilometrdir. Deməli, Asiya bir çox təbii sərhədlərdən, yəni bir çox daha doğrusu regionlardan ibarətdir. Asiyanın Mezozoy yaşlı dağlarından danışaq, yəni orta qırışıqlığa aid olan dağlarından başlamaq istəyirəm. Burada Verxayanskidir, Çerskidir, Sxoto-Allindir, Kunlundur, Tibetdir. Bunlar Mezozoyda yaranmış dağlardır uşaqlar. Orta qırışıqlığa aiddir. Amma cavan dağlarından biz Pontavr dağlarını deyə bilərik. Qafqazdır, Zagrosdur, Kopet dağdır, Elburusdur, Hinduquşdur, Elburus vulkanik dağdır. Deməli, Pamirdir. Burada Qaraqorumdur və Himalaydır. Bunlar cavan dağlar hesab olunur uşaqlar. Bir də var yenidən cavanlaşmaya Kaynozoyda bilirik ki, 3 dağdır ki, bunlar yenidən cavanlaşmaya məruz qalmışlar. Bunlara qırışıq faylı dağlar da deyilir həmçinin. Altay, Sayan və Tianshan bunlar qırışıq faylı dağlardır uşaqlar. Ən qədim dağlarına isə şərqi və qərbi qat dağlarını nümunə gətirə bilərik. Bir daha saymaq istəyirəm. Deməli, ən hündür zirvəsi Himalaydır. Bu da Kaynozoyda əmələ gəlmiş zirvədir. Cavan dağlarını Pontavırdan başlayaraq saya bilərik. Pontavır Türkiyənin ərazisində yerləşir. Qafqaz dağlarıdır, Zagrosdur, Kopet dağdır, Hinduquşdur, Pamirdir, Himalaydır. Bunlar cavan dağlar hesab edilir. Yenidən cavanlaşmış dağlar isə Altay, Sayan və Tianshan dağlarıdır. Mezozoyda isə orta qırışıqlığa aid olan dağlar Verxayanski, Çerski, Sxoto-Allindir, Kunlundur, Tibetdir. Bir də Kordillerin də əsası uşaqlar Mezozoyda qoyulubdur. Buna da gələcək bu arada. Dağlarımızla tanış olduq. Getdik Asiyanın düzənliklərinə. Asiyanın düzənliklərindən ən çox biz ovalıqları və yaylaları ayırmaq istəyirəm. Ovalıqlar akkumulyativdir. Bayaq dediyim kimi yaylalar denudasyon hesab olunur. Denudasiya parçalanma, akkumulyasiya toplanma deməkdir, mənası yəni budur. Şərqi Avropa düzənliyini bayaqlar Avropada danışmışdıq. Onsuz ki, Qərbi Sibir ovalığını deyə bilərik. Daha sonra Turan ovalığını deyə bilərik. Ovalıq olaraq Hind-Qanq ovalığı, Mekong,
Böyük Çin düzənliyi və Mesopotamiya ovalığı. Mesopotamiya ovalığı da bu arada Dəclə Fərat çaylarının yaratdığı, Hind-Qanq ovalığı eyni adlı çayların yaratdığı düzənlikdir və burada Kür-Araz ovalığını deməmək mümkün deyil. Azərbaycanda yerləşir. Lənkəran ovalığında deyə bilərik. Həmçinin Samur Dəvəçi ovalığında özümüzə aid düzənliklərin hamısını Asiyada belə könül rahatlığı ilə deyə bilərik. Bəs denitasyon yaylalar hansılardır? Burada Orta Sibir yaylasını deyə bilərik. İran yaylasıdır, Anadolu yaylasıdır, Azərbaycanda Qarabağ vulkanik yaylasıdır, Hindistanda Dekan yaylasını, Tibet dağlıq yaylası, hündürdə yerləşən yaylalardır və yaxud da Qobi səhrası və yaylası Aldan yaylasını deyə bilərik. Bir də burada Patom yaylasını da unutmuruq, Qazaxıstan Xırdatəpəli. Deməli Asiyadan danışsaq, uşaqlar, Asiyanın cavan platformalar da var, qədim platformalar da var. Bu yaylaların əksəriyyəti qədim platformadır. Amma cavan platformaya Qərbi Sibir, Turan və Ön Qafqazı deyə bilərik. Bunlar cavan platformalardır. Digər platformalar, yəni qədim platformalar deyəndə bunların hamısı qədim platforma hesab edilir. Ancaq hamısını deməyək, çünki İran yaylasıdır, Anadolu yaylasıdır, Tibetdir. Bunlar yerləşir geosinknalda və yaxud da Kür-Araz ovalığıdır. Bunlar geosinknalda yerləşən ovalıqlar hesab edilir. Asiya haqqında başqa nə deyə bilərik? Asiya, deməli, Ural dağlarından danışdıq, düzənliklərindən danışdıq. Bəli, demək olar ki, Asiya haqqında məlumatlarımız bitdi, bu qədər. Keçək ən isti materikimiz Afrika materikinə. Afrika materikinin sahəsi 30 milyon kvadrat kilometrdir. Ən hündür nöqtəsi Kilimancarodur. Vulkanik dağdır, bilirsiniz ki, 5895 metr. Ən alçaq nöqtəsi isə Assal çökəkliyidir. Dərinliyi -157 metrdir. Bunu mütləq bilməlisiniz. Bütün materiklərin ən hündür və ən alçaq nöqtəsini bilməyiniz lazımdır. Ən böyük adası Madagaskar adasıdır. Burada görünür və yarımadası Somali yarımadasıdır. Ən böyük yarımadadır. Yəni Afrika üçün ən böyük yarımada. Yerləşdiyi işıqlama qurşaqları, uşaqlar 3 işıqlama qurşağında yerləşir. Tropiklər arasında yerləşdiyi üçün tropik işıqlama qurşağıdır. Bir də şimal mülayim və cənub mülayim işıqlama qurşağında yerləşir. Daha sonra Afrika haqqında biz deyə bilərik ki, 4 yarımkürədə yerləşir. Sahillərini yuyan okeanlar isə Atlantik və Hind okeanıdır. Burada Hind okeanı, burada isə Atlantik okeanı sahillərini yuyur. Həmçinin şimaldan da Atlantik okeanı yuyur. Qırmızı dəniz hansı okeana aid ediləcək? Qırmızı dəniz təbii ki, Hind okeanının hissəsidir. Deməli, Afrika haqqında əsas bilməli olduğumuz bunlardır. Gəlin keçək Afrikanın ucqar nöqtələrinə. Afrikanın şimal ucqar nöqtəsi Bensekqadır. Tunisin ərazisində yerləşir. Cənubda İynəburnudur, Car, Cənubi Afrika Respublikasında yerləşir. Şərqdə Ras Xafon, deməli Somalidədir. Somali yarımadası ilə ölkə olaraq da Somalidə yerləşir. Qərbdə isə Almaydi burnu, o da Seneqalın ərazisində yerləşir. Belə, Afrika haqqında ümumi məlumatlarımız bunlardır. Sayısına görə bilirik ki, ikinci ən böyük materikdir Afrika bu arada. Həm də Gondvananın tərkibinə aid edilir. Yəni Pangeya iki yerə bölünmüşdür, Lavrasiya və Gondvanaya. Bildiyiniz kimi cənubdakılar Gondvanadır, şimalda Amerika ilə Avrasiya isə Lavrasiya quru parçasına aid edilir. Ən enli hissəsi təbii ki, ekvatordan şimaldadır. Afrikanın fikir versəz bu hissələri daha enlidir və ən çox da qədim platformalardan ibarətdir Afrika. Relyefinə görə ümumiyyətcə Afrika iki yerə bölünür uşaqlar. Şimali və Qərbi Afrika, bir də Cənubi Şərqi Afrika. Təxmini bax bu şəkildə görürsüz ayrılır. Şimali və Qərbi Afrika, bir də Cənubi və Şərqi Afrika. Bunlar haqqında nə deyə bilərik uşaqlar? Deməli, Şimali və Qərbi Afrikada denitasyon akkumulyativ düzənliklər ən çoxdur. Cənubi və Şərqi Afrikada dağlıq relyef daha çox üstünlük təşkil edir. Burada Afrika Ərəbistan platforması yerləşir. Böyük bir ərazidə Afrika Ərəbistan platforması yerləşir. Və Afrikada dünyanın ən böyük səhrası olan Böyük Səhra yerləşir. Bu arada şimalında Böyük Səhra sahəsi 9 milyon kvadrat kilometrə çatır. Başqa hansı səhraları var? Burada Liviya səhrasını, Nubiya səhrasını, Namib və Kalahari səhralarının adlarını çəkə bilərik. Bu arada Kalahari dünyanın ən qalın qum toplanmış əraziləridir. Afrikanın şimalında şahid dağlardan danışaq uşaqlar. Axaqqar, Tibesti və Darfur yaylalardır. Həm denitasyon düzənlik, həm də şahid dağlar hesab edilir. Bundan başqa Efiopiya yaylası var, Şərqi Afrika yaylası var. Bu yaylaların adlarını unutmuruq, bizə çox lazım olacaq. Ovalıqlardan Konqo hövzəsidir. Bir də Seneqal ovalığı. Bunların adlarını mütləq deyirik. Afrikanın cavan dağı Atlas dağlarıdır. Tubqal zirvəsi 4165. Afrikanın cənubunda Kap əjdaha isə Paleozoy yaşlı qədim dağlar hesab edilir. Daha sonra vulkanlarına baxaq. Afrikada vulkanlardan burada Kamerundur.
Daha sonra Kenyadır. Kenya sönmüş vulkandır. Kilimancarodur və Karisimbidir. Bunların vulkanların çox demək olar ki, hamısı qı ilə gedir, amma ən hündürü Kilimancarodur. Kenya isə sönmüş vulkan hesab edilir. Solda Kamerun vulkanını unutmursunuz. Burada Afrika sınma zolağında yerləşən dağların, adaların bir qismi gedir. Burada yəni qurunun tektonik sınması baş verdiyi üçün Kamerun vulkanı da həmin ərazidə yaranmışdır. Afrika haqqında başqa görək nə deyə bilərik? Cavan dağlarından danışdıq. Bura üçün yəni antiklinaldır, sinklinaldır. Antiklinal, sinklinal yəqin ki bilirsiniz. Geosinklinalın qalxmış hissəsi antiklinal, enən hissələr isə sinklinal adlanır. Bunu atlas dağları üçün deyə bilərik. Həm də Hors və Grabenlər xarakterlikdir. Hors Grabenlər isə platformanın, yəni qədim dağlarda qırılıb enən və qırılıb qalxan hissələri deyirlər. Qalxan hissələr Hors, enən hissələr isə Grabendir. Ona görə də burada ən böyük Hors, deməli, ən nəhəng Hors, Ruvenzori Hors'u yerləşir Afrikada. Təxminən bu hissələrdə Ruvenzori Hors'u yerləşir. Başqa nə deyə bilərik? Dünyadakı dediyimiz kimi ən nəhəng qum toplanmış ərazi Kalahari səhrasıdır və bu da yerləşir Car, Namibiya və Botsvananın ərazisinə düşür. Ölkə olaraq, yəni bu ölkələrin ərazisində yerləşir. Uşaqlar, mütləq bunlar haqqında əgər videomuz sizə kifayət etməsə, təbii ki, qulaq asmaqla yox, həm də görmək istəyirsinizsə, 9-cu sinif dərslikdən bunlar haqqında əlavə məlumatlar əldə edə bilərsiniz. Demək olar ki, hər şeyi dedim, izah etdim. Sadəcə yəni oxuyub da yadınızda saxlamaq istəyirsinizsə, biz bunları yəni sizlərə məsləhət görürük. Atlas dağlarının şimalında bu arada fosforit ehtiyatları var. Şimali Afrikada həm də neft çıxardılır, eyni zamanda Qvineya körfəzi. Buranı mütləq yadımızda saxlayırıq ki, bu ərazilərdə neft çıxarılan yerlər var ki, neft ehtiyatları ilə zəngindir. Mərkəzi Afrika isə mis ehtiyatları ilə zəngindir. Cənubi Afrikada isə qızıl, titan, carda həm də uran çıxardılır. Titan, almaz, daş kömür, hər şeylə zəngindir Car, Cənubi Afrika Respublikası maşallah. Belə keçək Cənubi Amerikaya. Cənubi Amerikada yenə Gondvananın tərkib hissəsinə daxildir. Sahəsinə görə 18 milyon kvadrat kilometrdir və sahəsinə görə 4-cü materik hesab edilir. Cənubi Amerikada ümumiyyətcə bir dənə cavan dağ var, Ant dağlarıdır. Bu da hansı litosfer dağlarının toqquşmasından yaranıb, təkrar eləmiş olaq, həm də Nazca ilə deməli Cənubi Amerika litosfer davasının toqquşmasından subduksiya zonasında əmələ gəlmişdir. Subduksiya, yəni materik və okean litosfer dağlarının toqquşmasından yaranmış dağ hesab edilir. Subduksiya bu prosesin adıdır. Ən hündür zirvəsi Aconcagua zirvəsidir, 6960. Daha sonra ən alçaq nöqtəsi isə Salinas Chicas çökəkliyidir, -42 metr. Bunları mütləq özünüzdə qeydlər aparın, qeyd götürün uşaqlar. 3 yarımkürədə yerləşir, şimal, qərb, həm də cənub yarımkürəsində yerləşir. Ekvator xətti kəsdiyi üçün həm şimal, həm cənub yarımkürəsində, həm də eyni zamanda Qrinviçdən soldadır deyə qərb yarımkürəsində yerləşir. İşıqlanma qurşaqları uşaqlar 2 tropik, yəni tropik və mülayim, cənub mülayim işıqlanma qurşağında yerləşir. 2 işıqlanma qurşağındadır. Şimal tropik və cənub mülayim işıqlanma qurşaqlarında yerləşir. Hansı okean sahillərini yuyur? Təbii ki, Atlantik okeanı və Sakit okean. Buradan Atlantik okeanını deyə bilərik bu hissədə. Burada isə Sakit okean sahillərini yuyur. Və buradan materik okeandan ayrılır, Antarktidadan ayrılır Drake boğazı vasitəsilə. Başqa nə deyə bilərik? Bir də ki, Şimali Amerika ilə də burada Panama kanalı vasitəsilə Şimali Amerikadan Cənubi Amerika ayrılır. Ucqar nöqtələrindən gəlin keçək danışaq. Ucqar nöqtələri şimalda Galinas burnudur, Kolumbiyanın ərazisində yerləşir. Cənubda Fruart burnu Çilinin ərazisində yerləşir. Burada şərqdə Braziliyanın ərazisində Cabo Brancodur. Bir də qərbdə Parinas Perunun ərazisində yerləşir. Bunları qeydlər aparırıq, mütləq uşaqlar bunları bilməyimiz şərtdir. Hər an düşə bilər, bu haqda məlumatlar düşə bilər. Cənubi Amerikadan ümumiyyətcə vulkanlarından danışsaq, gördüyünüz kimi burada Ruiz vulkanıdır. Burada Cotopaxi'dir, Chimborazo'dur, sönmüş vulkan hesab edilir və San Pedro'dur, bir də Aconcagua'dır. Deməli, biz bir şeyləri bilməliyik ki, uşaqlar, Cənubi Amerika qərb hissələri daha çox dağlardan, şərqə doğru getdikcə platformalardan, yaylalardan və ovalıqlardan ibarət olur. Burada şərq hissəsində hansı ovalıqlar var? Gəlin ovalıqlarını da, yaylalarını da ayrıca sayaq. Ovalıqlarını desək, Orinoco ovalığı, deməli burada Amazon ovalığı və La Plata ovalığı. La Plata ovalığını Parana çayı yaradır bu arada. Orinoco və Amazon ovalıqlarını isə eyni adlı çaylar yaradır. Bir ovalıq bir yayladan ibarətdir. Gərək Gviana yaylası, Braziliya yaylası, bir də Patagoniyadır. Patagoniya yaylasını da burada deyə bilərik. Burada Boliviya yaylasının adını çəkə bilərik uşaqlar. Deməli, hansı ovalıqlar oldu? Orinoco, Gviana yaylası, Braziliya yaylası, buradan Amazon ovalığını dedik, La Plata ovalığı, sonra
Patagonya yaylası, Bolivya yaylasını deyə bilərik. Bir də Grand Chaco. Bu hissəndə mütləq bunu da qeydlər aparmalısınız, özünüzdə qeyd eləyin. Hansı vulkanlar yerləşir, vulkanların adlarını dedik. Burada Pasxa adasını görə bilirik uşaqlar. Bu arada təkrar kimi olsun, bu da Divergentdə yerləşən adadır. Nazca və Sakit Okean tavalarının Divergent sərhədində yerləşir. Galapagos adası isə Nazca və Galapagos tavalarının ayrılmasında yerləşir. Yəni qısaca olaraq ayrılma zonasında, Divergent zonada yerləşir. Cənubi Amerika üçün xarakterik relyef formaları olaraq uşaqlar kəllə-qənd və tepuilərin adını deyə bilərik. Kəllə-qənd Braziliyanın ərazisində yerləşir. 300 metr hündürlüyə malikdir. Kəllə-qənd yəni turistlərin ən çox diqqətini cəlb edən ərazilərdən biridir. Heç bilmirəm nə dərəcədə, yəni cəlb edicidir. Şəxsən mənə cəlbedici gəlmir, yalan nə deyim. Bir də tepuilər var. Venezuelanın ərazisində yerləşir. Masaya bənzər dağlar hesab edilir. 800-1800 metr hündürlüyə malikdir tepuilər. Bunu mütləq bilməliyik, çünki onlar üçün xarakterik relyef forması, yəni Cənubi Amerika üçün xarakterik relyef forması bir kəllə-qənd, bir tepuini deyirik. Bir də altiplano var. Altiplanoda keçid üçün əlverişli olan deməli yayladır bir növ. Altiplano baxın burada yerləşir. Burada bunun adını mütləq deməliyik. Altiplano bura üçün xarakterik relyef formalarından biridir. Hansılar oldu? Deməli həm tepuini dedik, həm kəllə-qəndi dedik, həm də altiplanonu dedik. Kəllə-qəndin həm də ikinci adı şəkər başlıqları da adlanan relyef formasıdır. Bu da dedik ki, Braziliya yaylasında yerləşir. Hündürlüyü də 300 metrdir, amma Gvianada yerləşən tepuilər Venezuelanın ərazisində də 800-1800 metr hündürlüyə malikdir. Şimali Amerikaya keçək. Şimali Amerika yerləşir demək 3 yarımkürədə. Daha doğrusu 2 yarımkürədə həm qərb, həm də şimal yarımkürəsində yerləşir. Materikin sahəsi 24 milyon kvadrat kilometrdir. Sahəsinə görə 3-cü yerdə durur təbii ki. Ən hündür zirvəsi McKinley'dir və yaxud da Denali. Təzə kitablarda Denali zirvəsi 6194 metr. Ən dərin nöqtəsi isə Ölüm dərəsi -86 metr götürülür. Yerləşdiyi yarımkürələr hansı oldu? Şimal və qərb yarımkürələrində yerləşdi. 3 işıqlama qurşağında yerləşir. Çünki həm qütb dairəsi kəsir, həm tropik xətti kəsir. Ona görə bura olacaq tropik, bura olacaq mülayim, bura isə qütb. 3 işıqlama qurşağında yerləşdi. Hansı okean sularla yuyulur? Yenə 3 okean sularla yuyulur. Şimaldan Şimal Buzlu okean, Sakit və şərqdən isə Atlantik okean sahillərini yuyur. Ucqar nöqtələrinə baxsaq, uşaqlar şimalda Merçisun burnudur. Bute yarımadasında yerləşir, Kanadanın ərazisindədir. Şərqdə deməli St. Charles'dır. Bu Labrador yarımadasının ərazisindədir. O da Kanadanın ərazisində yerləşir. St. Charles burnu. Deməli cənubda Mariatodur. Panamanın ərazisindədir. Elə Panama ölkə olaraq da Panamadır. Və qərbdə isə Uels şahzadəsi, bu da ABŞ-ın ərazisində yerləşir, Alyaska ştatında yerləşir. Deməli şimalda oldu Merçisun, cənubda Mariato, şərqdə St. Charles, qərbdə isə Uels şahzadəsi. Şimalı və şərqi Kanadanın ərazisindədir, qərbi ABŞ-ın, cənubu isə Panamanın ərazisində yerləşir. Daha sonra materikin relyefi haqqında danışsaq, Şimali Amerikada Cənubi Amerikaya bənzərliyi odur ki, uşaqlar, qərb hissəsi hər ikisinin dağlardan ibarətdir. Bu barədə də DIM test toplusunda sual var. Şimali Amerika ilə Cənubi Amerikanın Euler-Venn diaqramda oxşar fərqli cəhətlərini müqayisə etməyimizi istəyir. Qərb hissəsi hər ikisində dağlardan ibarətdir. Mərkəzi, şərqi isə düzənliklərdən ibarət hesab olunur. Qərbdə ən böyük dağ sistemi bilir ki, Kordillerdir. Bayaq da dedim ki, Kordiller dağları Mezozoyda əsası qoyulmuş dağlardandır. 7000 km məsafədə uzanır. Hansı ölkələrin ərazisinə düşür desək, Kanadanı, ABŞ-ı, Meksikanı göstərə bilərik bəlkə və yaxud da ki, Mərkəzi Amerika ölkələrindən keçir, bunları deyə bilərik. Kordillerin qərb hissəsi sahil və kaskad hissələri cavan dağlardır, sahil, kaskad. Amma şərq hissələri daha qədim, məsəl üçün Qayalı dağlardır, böyük düzənliklər, burada Colorado platformasıdır, platosudur. Bunlar daha çox deməli qədim hissələrdən ibarətdir. Bir də burada uşaqlar bunu da qeyd edeyim ki, Meksikanın ərazisində həmin Kordilleri adlandırırlar. Şərqi Sierra və qərbi Sierra, yəni Sierra Madre adlandırırlar qısaca olaraq. Yaylalarından hansını deyə bilərik? Yaylalara diqqət eləyək. Məsələn, böyük hövzə. Burada göstərə bilərik Yukon yaylasını və Meksika yaylasını. Bu yaylaların adlarını unutmuruq. Daha sonra Meksika yaylası, bəli, Colorado, Kolumbiyada deyə bilərik. Bunlar da yaylalar hesab edilir. Bəs ovalıqlarından hansılar deyə bilərik? Bu ərazidə ovalıq olaraq, məsəl üçün,
burada göstərim. Atlantik sahili ovalıqdır, Meksika sahili ovalıqdır, Mississippi'dir, böyük düzənliklərdə bunlar ovalıqdır. Amma böyük, daha doğrusu mərkəzi düzənlik ovalıqdır. Böyük düzənlik amma yayla hesab olunur. Yadınızda saxlayın bunu. Mərkəzi düzənlik. 5 göl var burada. Yuxarı Michigan, Huron, Erie, Ontario göllərinin sahilində. Bu mərkəzi düzənlikdir. Bu isə böyük düzənlikdir. Böyük düzənlik yayladır. Mərkəzi düzənlik isə ovalıq hesab edilir. 4 ovalığı oldu. Atlantik sahili, Meksika sahili, Mississippi və mərkəzi düzənlik. Yaylalarından böyük düzənlikdir. Daha sonra böyük hövzədir. Colorado, Kolumbiyadır. Bunların adlarını çəkəcəyik. Daha bir də Yukon yaylası, yuxarıda göstərdiyimiz kimi Yukon yaylası. Bu da Lavrasiya qurusunun tərkibinə daxildir. Bilirik ki, şimaldakılar dediyimiz kimi Lavrasiya qurusunun tərkib hissəsinə aid edilir. Hansı silsilələr cavan oldu uşaqlar? Kaskad, sahil, Sierra Nevada, Sierra Madre'dir. Bunlar cavan dağlar hesab olundu. Mərkəzində yerləşir. Mərkəzi Kordilyerdə yerləşir. Böyük hövzə yaylası, Meksika yaylası, bir də Colorado platosu. Bunların hamısının adlarını görə bilirik. Bunlar mərkəzi Kordilyerə aiddir və şərqi Kordilyerdə isə qayalı dağlarını göstərə bilərik. Bu da 9-cu sinifin kitabında dərsliyinizdə uşaqlar mütləq verilibdir. Şərqi Kordilyerə aid oldu qayalı, mərkəzi Kordilyerə böyük hövzə Colorado və Meksika və qərbi Kordilyerə sahil, kaskad bunlar aid edildi. Bir də Sierra Madre deyə bilərik. Bunlar hamısı qərbi Kordilyer. Kordilyerin yəni əsas hissələridir. Bunları mütləq bilməliyik. Düzənliklərindən danışdıq, yaylalarından danışdıq. Bura üçün Müqəddəs Lavrenti yüksəkliyini deyə bilərik, yüksəklik olaraq bunları deyə bilərik. Lavrenti platosudur. Kanada qalxanıdır. Bura üçün xarakterik olan relyeflərdən bir də uşaqlar. ABŞ-ın ərazisində yerləşir. Colorado çayının üzərində Colorado kanyonu var. Bunun adı Böyük Kanyon da deyirlər. Kanyon nə deməkdir? Şəklini paylaşa bilmədim, amma 9-cu sinif kitabında var. Kanyon çay öz dərəsini yuyur və daha dərindən axmağa başlayır. Dərini 2 kilometrə çatır və ən çox da turistləri cəlb edən hissələrdir. Bu çay dərəsində piyada, maşın, vertolyotla ekskursiyalar təşkil oluna bilir. Təşkil olunub, yəni turistləri cəlb etmək üçün. Deməli, kanyon nə oldu? Tez yuyulan suxurların yaratdığı, axar suların yaratdığı relyef formasıdır. Çayın bir növ dağıdıcı işidir. Kanyon. Böyük kanyon harada yerləşdi? Böyük kanyon Colorado çayının üzərində yerləşir. Sizi çaşdırmaq üçün başqa bir çay adı da deyə bilərlər və yaxud da ki, Kolumbiya çayı deyə bilərlər. Xeyr, Colorado çayının üzərində böyük kanyon yerləşir. Bunların adlarını mütləq şəkildə yadımızda saxlayırıq. Və burada bir də qədim dağımız var. Appalaç dağı, onu da unutmayaq. Hündür zirvəsi Mitchelldir. 2037 metr hündürlüyə malikdir. Və böyük göllər sahilindən dəmir filizi çıxardılır. Bu ərazidən dəmir filizi çıxardılır bu arada. Belə, dağlarını dedik, düzənliklərin adlarını çəkdik və bütün əlavə məlumatları verdik. Keçək Avstraliya materikimizə. Avstraliya haqqında biz nə deyə bilərik? Avstraliya bizim ən kiçik materikimizdir. Ona görə də xüsusilə diqqət ayırmaq lazımdır kiçikliyinə görə. Avstraliyada qədim dağ olaraq uşaqlar. Bir qədim dağı var, o da böyük su ayırıcıdır. Avstraliyanın şərq sahilində yerləşir böyük su ayırıcı. Burasından danışaq. Sahəsi 7,7 milyon kvadrat kilometrdir və ən sonuncu dedik ki, sahəsinə görə ən balacadır. Hansı yarımkürələrdə yerləşir? Cənub və şərq yarımkürələrində yerləşir. İşıqlama qurşaqları isə tropik və cənub mülayim işıqlama qurşağındadır. Həm cənub tropik, həm cənub mülayim işıqlama qurşağında. Cənub tropik yoxdur, düzdür, tropik bir işıqlama qurşağı sayılır. Və cənub mülayim işıqlama qurşaqlarında nəysə ki, sahillərini yuyan okeanlar olacaq. Hind və Sakit okean. Və bura dünyanın ən isti materiki demirəm, amma ən quraq materiki hesab edilir. Ən hündür nöqtəsi isə Kastyuşkadır, 2228, ən alçaq nöqtəsi Eir gölüdür, -16 metr. Bunları mütləq görə bilərik də və öyrənirik də, bilməliyik. Bax, bu Kastyuşka 2228 ən hündür nöqtəsi hesab edilir. Daha sonra ucqar nöqtələrinə baxsaq, uşaqlar, ucqar nöqtələri şimalda York burnudur, Cape York yarımadasındadır və 4 daha doğrusu ucqar nöqtəsi hamısı, yəni bir ölkənin ərazisində, Avstraliyanın ərazisində yerləşir. Cənubda cənub-şərq burnudur göstərilib hamısı, şərqdə Byron, qərbdə isə Stick Point burnudur. Deməli, şimalda York, cənubda cənub-şərq, şərqdə Byron və qərbdə Stick Point burnu Avstraliyanın ucqar nöqtələri hesab edilir. Avstraliya üçün bir də deyə bilərik, burada əsas xüsusiyyətlər nələr olacaq uşaqlar. Avstraliyanın deməli, mərkəzində yerləşən dağlara baxaq, qədim dağlardan. Biz Hammersli dağıdır, Macdonald'dir. Burada böyük su ayırıcını bayaq dediyim kimi qeyd elədik.
Səhralarından, Avstraliyanın səhralarından burada Böyük Səhradır. Böyük Viktoriya səhrasıdır. Bura Böyük Qumlu Səhradır. Böyük Qumlu Səhra tropik işıqlanma qurşağında yerləşir. Digər səhralar hamısı mülayim işıqlanma qurşağındadır. Burada Hibson və Sibson səhraları da Avstraliya üçün xarakterik səhralardır. Və deməli yaylalarından qərbi Avstraliya yaylası bu hissədə yerləşir. Hamersli dağlarının aşağısında qərbi bu, yəni korичневый rəngdə olan yer böyük qərbi Avstraliya yaylasıdır. Yayla olaraq ovalıqla yaylanı qarışdırmayın. Bayaq dediyim kimi yayla denudasyon hesab olunur. Hər ikisi düzənliyin növüdür. Bura isə Nullarbor düzənliyidir. Nullarbor düzənliyi ovalıq olsa da çox quraq ərazidir hesab edilir. Baxmayaraq ovalıqdır, amma quraq ərazidir. Bura Arnhem Land yarımadasıdır. Bura isə Cape York yarımadası adlanır uşaqlar. Deməli, Avstraliya haqqında əlavə bir də belə bir məlumatımız var ki, Avstraliyada super pit qızıl mədəni var ki, burada qızıl açıq üsulla çıxardılır uşaqlar. Açıq üsulla çıxardılır. Bir də Avstraliya üçün Uluru massivini deyə bilərik. Ayers Rock, Uluru və yaxud da Ayers Rock deyilir buna. Masaya bənzər dağdır. Bu da gördüyünüz kimi qırmızı rəngdədir dağ. Bunun haqqında da məlumat 9-cu sinif kitabında verilibdir. Ona görə onlar haqqında çalışın ki, özünüz də olsa öyrənin. Yəni oradan oxuyun. Mən dediklərimdən əlavə 9-cu sinif kitabından da əlavə məlumat əldə edə bilərsiniz. Superpit qızıl mədənindən danışdıq. Açıq üsulla çıxardılır. Ayers Rockdakı dünyanı hamar düzənliklərdən, massivlərdən, platodur belə deyək. Hamar massivdir, çox da hündür olmayan bir massivdir. Buna da adı nə oldu? Uluru və yaxud da Ayers Rock. İkisi də eyni ad hesab edilir. Və Antarktida. Antarktida materik o qədər çətindir. Onun haqqında mən nələr danışacağım bilmirəm. Antarktida biz bilirik ki, ən soyuq materikdir. Heç bir insan yaşamayan ərazilərdən biridir. Antarktidanın sahəsi 14 milyon kvadrat kilometrdir. Ən hündür zirvə Vinsondur. Hansı yarımkürələrdə yerləşir desək, Greenwich kəsdiyi üçün, deməli, həm də 180 dərəcə meridian kəsir. Yer kürəsinin ən uc nöqtəsidir. 3 yarımkürədə yerləşir. Şimalda yerləşmir təbii ki. Burada ən hündür hissəsi dedik ki, Vinsondur 5140, ən alçaq isə Bentley çökəkliyi hesab edilir. Və uşaqlar, vulkanlar var. Burada Erebus və Terror vulkanların adlarını çəkməliyik. Erebus və Terror, bunlar deməli, baxın, hamısının adları da var. Bentley çökəkliyidir. Vinson massividir. Ətrafındakı hansı dənizlər sahillərini yuyur. Hətta onları belə görə bilirik. Bir dənə yarımadası var burada. Antarktida yarımadasının adını çəkirik. Bir də bu vulkanlarını unutmuruq. O vulkanların adlarını deyirik. Ən dərin nöqtəsi dedik Bentley çökəkliyi -2555 metr hesab olunur. Amma quruda ən dərin nöqtə uşaqlar Ölü dənizdir. Burada buzlaqlarla örtülü olduğu üçün qurunun ən dərin nöqtəsi Ölü dəniz hesab edilir. Baxmayaraq ki, Ölü dəniz 405 metr dərinliyində dedik, amma buranın 2555. Amma qurunun ən dərin nöqtəsi ora hesab edilir. Çünki bura buzlaqlarla örtülüdür. Haçansa yəni buzun əriməsi var, oranın gölə çevrilməsi var. Ona görə quruda ən dərin nöqtə həmin məntəqə hesab edilir. Ölü dəniz hesab edilir. Mən elə gəlir ki, materiklər haqqında heç bir şey qalmadı. Bu barədə hansı sualınız olsa şərhlərdə gözləyirəm. Hər birinizə uğurlar arzulayıram. Dəyərli abituriyentlər, bununla bağlı videomuzu izlədiyiniz üçün təşəkkür edirəm. Bir də testlərini çalışacağım, paylaşım. Ehtiyacınız varsa, hansı mövzuya daha çox ehtiyacı varsa, şərhlərdə gözləyirəm, paylaşın və mən bu barədə çalışacağım. Sizlərlə video tez-tez çəkib paylaşım ki, sizə dəstək olun. Sağ olun, görüşənədək.